Buyur qardaş. Toya hazırlaşırsan. Yox ey qardaş, dedilər iş görüşməsinə gəlməlisən, sərgəli geyinməliyəm sabah. Qardaşım, iş görüşü üçün bu kostyum əladır. Bu kostyum neçədir ki? Kostyum 129 manat. Yox ey qardaş, qalsın. Mən pul yığım sonra gələrəm. Bağışlayın, kostyumu bəyənmədiniz? Yox, kostyum bəyəndim, qəşəng dəyinim oturdu. Prosto dibim oturmadı. Uyğun deyil. Qardaş, bu pul sizindir. Yox qardaş, bizim pul deyil. Bəlkə səndən düşüb. Mən o sayədə 130 manat verib kostyum alardım. Buradan tapmışam. Pul götürsəydi, kostyum ala bilərdi. Qardaşım, sən ala bunu, keç giyin. Qardaş, dedim axı pulum yoxdur. Sən narahat olma, keç giyin. Qardaş, geyindim. Hansı mənim pulum çatmır bunu almağa? Qardaşım, mən səndən pul istədim bəyəm. İnşallah gedərsən, işə qəbul olasan. Pul qazanıb gətirib ödəyərsən. Bəlkə heç məni işə götürmədilər. Əsas odur ki, sənin canın sağ olsun. İşə qəbul olmasın, sən ürək təmiz adam oxşayırsan. Qayıdıb gələrsən bura. Qardaş, inansan, indiyə kimi hələ mənə belə güvənən olmamışdı. Qardaşım, bəzi adamları var, ona puldan öncə güvən vermək lazımdır. Sən də yaxşı adam oxşayırsan. İnşallah işə qəbul olacaqsan. Allah razı olsun. Sağ salamat. Görüşərik.